İran İslam Respublikası televiziyasının istehsalı. Senari müəllifi və quruluşçu rejissor Mehdi Fəximzadə. Quruluşçu operatorlar Rəsul Əhədi, Fərəcullah Heydəri. Dekorasiya və geyim üzrə rəssam İrəc Raminfər. Səs rejissoru Möhsün Rövşən. Bəstəkar Babək Bayat. Müğənni Məhəmməd İsfəhani. Direktor Pərvanə Pərtövdür. بنگر که از هفت آسمان جایی فراسوی زمان نوری حبوط می کند در غربت این لامکان. بنگر که دریا خون شده فواره ها گلگون شده. لیلای بیدل را ببین از عشق تو مجنون شده. در این غروب واپسین از چتر خورشید یقین نور حقیقت می چکد بر خاک مشکوک زمین. فریاد و بانگی میرسد عالم سکوت میکند از هیبتش سلطان ده آسان سقوط میکند آسان سقوط میکند. آدم هر آسان میشود محشر نمایان میشود از تابل آینه خورشید گریان میشود خورشید گریان میشود. تقدیر ما در دست توست زنجیر بر دستان ما را رها کن از عدم هستی بده بر جان ما. Gördüğünüz bu esirler hemin kabile başları ve serkerdelerdir ki İslam halifesine tabi olmayıblar. Neçe illerdir cemaati sizin aleyhinize kıyama kaldırırlar. Onlara hücum edip ev eşiklerini yandırdık. Kadınlarını esir götürdük. Uşaklarını kul ettik ki kabilenin adını yeryüzünden bir daha feliç silek. İndi bu bədbəxtlər gözləyirlər aqibətlərinin necə olacağını qüdrətli İslam əmirinin şəxsən öz dilindən eşitsinlər. Hansı tayfadan siz?
Niye tayfamızı soruşursunuz? Əsil nəcabətimizi soruşun. Yaxşı, onda əsil nəsibinizi deyin. İranlıyıq. Deməli əcəmsiz. Yəni əcəm belə cürətlənib ki, sahibinə qarşı qiyam eləyir? Sen özünü bizim sahibimiz sayırsan? Deyiləm. Məyər mən ərəb deyiləm? Biz ərəblər neçə illər öncə sizi özümüzə tabi eləmədikmi? Xeyr. Dediyin Resulullah idi ki, həm sizi cəhalətdən qutardı, həm də bizi özünə məftun elədi. Vəssalam. Vəssalam. Məyər ərəblər sizi məğlub eləmədilər? Torpaqlarınızı ələ keçirib sizi məcbur eləmədilər ki, bizə itaatlı olasınız? Elə deyil. Biz yalnız İslam'a itayət eləməyi özümüzə vacib bildik. Ay zındıq. Əmir əl-Möminin Harun əl-Rəşid elə itaətindən dəm vurduğun İslamın nümayəndəsidir də? O nəyə əsasən özünü bizim əmrimiz sayır? Hamı bilir, Resulullah'a daha yaxın o kəslərdir ki, bunun və qaynatasının əli ilə tutulub zindanlara salınıblar və şəhid ediliblər. Deməli ələvilərdənsiz? Bəli, İranlıyıq. Resulullah'ın tərəfdarları və Əhl-i Beytin dostları. Bunu bilmək istəyirdin? Bəli. Bunu bilmək istəyirdim. Əgər bu xəstəlikdən nicat tapsam, ona bir anda dinslik verməyəcəyəm. Mədinə, Hicri qəmər tarixlə 193-cü il. عليك صل على محمد وآل محمد واجعل النور في بصري والبصيرة في ديني. السلام عليك يا رسول الله. السلام عليك يا الله. الأعز الأجل الأكرام يا الله يا الله يا الله يا الله يا الله.
Ey Mədinə cəmaatı, sizə xoş bir xəbər çatdırmaq istəyirəm. Sizin xidmətçiləriniz, Əmir əl-Möminin Harun ər-Rəşidin əskərləri bir çox əzab əziyyətdən sonra uzun illərdən bəri Mədinə ətrafında karvanları, müsafirləri qarət eləyən, pullarını əllərindən alıb özlərində qətlə yetirən qəddar bir qulduru nəhayət ki məhv eləyə biliblər. Və bütün şər işlərdə ona yaxından kömək eləyən qızını əsir alıb bura gətiriblər. Xəlifə tərəfindən təyin olunmuş Mədinənin hakimi olaraq Allahın hökmünü yerinə yetirib, onu ölümə məhkum eləyirəm. Doğrudan sənin dediklərin Allahın hökmüdür. Sənə kim icazə verib ki, tam əmin olmadan müsəlmana böhtan atasın və onun sözünü eşitmədən cəza hökmü çıxarasın? Əvvəla o müttəhim yox cinayətkardır. Bütün Mədinə cəmaatı və ətrafdakı qəbilələr onun və atasının şərindən xəbərdardır. İkincisi, neçə müsəlman qanunun axıdılmasında günahkar olduğu heç bir şübhə doğurmayan bir alçağın səsini eşitmək Mədinənin hakiminə və xəlifənin təyin etdiyi qaziya vacib deyil. Hər bir məhkumun sözünü eşitmək vacibdir. Hətta cinayətkar olması şübhə doğurmasa belə. Ey Əbəl Həsən, bu işlərdə qərarı mən çıxarıram. Başqası yox. Hökmü icra eləyin. Özünü müdafiə elə ay qız. Eşitmədiz Peyğəmbər nəməsinə dedi, danış. Danış. Cəmaatə cavab ver. Tam sənin sözünü eşitmək istəyir. Biz səni eşitmək istəyirik. Danış deyirik. Ağzınca danış, susma. Eşidirsən bizi, danış. Cavab ver. Ses salmayın. Sakit. Ne xəbərdi? Ses salmayın. Sakit. Ses salmayın. Ses salmayın, sakit. Ne xəbərdi? Hakim düz deyir. Hamımız bu kızı ve ölmüş atasını az çok tanıyırıq. Xələf İbni İsa'nın adını Mədinə cəmaatı yəqin ki eşidib. Hakim düz deyir. O neçə ildir ki hökumətə qarşı çıxıb, silah çəkib üsyankarlıq eləyib, sağ qalmış bu yeganə övladının, yəni bu qızın köməyi ilə hökumətin əskərlərini izləyib, onlarla daim vuruşub, onları məhv eləyib. Fürsət tapan kimi onlardan birini qətlə yetirib, öldürüb onu.
De görək indiyədəki o əskərlərdən neçəsini qətlə yetirib. 4'ünü. Amma bu onun yeganə cinayəti deyil. Düz deyir. 4 əskər öldürüb. O əskərləri ki, Mədinə hakiminin nümayəndələri idilər. Vəzifələri isə bütün müsəlmanların şərəfini, namusunu, qeyrətini qorumaqdır. Bu əskərlər xəlifənin əskərləridir. Onlara qarşı çıxmaq, şəxsən xəlifənin özünə qarşı çıxmaq deməkdir. Və bu, xırda cinayət deyil. İbn Əqil, sənin dediklərin həqiqətdir. Amma yaxşı olar sözünü qısa eləyəsən, icazə ver hökmü yerinə yetirək. Həqiqət göz qabağındadır və bütün bunlardan Mədinə əhlinin xəbəri var. Məsələ ondadır ki, mənim dediklərim həqiqətin hamısı deyil. Elə həqiqətlər var ki, biz onlara da diqqət yetirməyə məcburuq. Onda bütün həqiqətlər mənə, sizə və bu cəmaata aşkar olar. Nə demək istəyirsən? İstəyim budur. Bizim şəhərdə bir adam deyə bilməz ki, bu qız və atası kiminsə canına, malına təcavüz eləyib. Bəlkə belə deyil. Ay cəmaat, kim eşidib ki, bunlar karvanın yolunu kəsiblər? Bəlkə hansısa müsafirə hücum eləyiblər? Onda bu nə deməkdir? Elə indi özün demədin ki, 4 nəfəri öldürüblər bunlar? Məyər onlar müsəlman deyirlər? Kimin müsəlman olmağından yalnız Allah xəbərdardır. Amma Xələf İbni İsa'nın 4 nəfəri öldürməsi həqiqətdir. Əgər sağ qalsaydı, hələ bir nəfəri də öldürəcəkdi. Mən indi istəyirəm ki, hakim dediyim o bir nəfəri şahid qismində bura, meydana dəvət eləsin. Yalnız onun sözünü eşitdikdən sonra hökm icra eləsin. Hakim, bu mümkündür? Yox, mümkün deyil. Mən elə bir adam tanımıram. Onda mənim dilimdən eşidin. Xələf İbni İsa ikinci idi. Arvadı və 4 övladı ilə Mədinənin kənarında kiçik bir komada yaşayırdı. Əkinçilik ilə ailəsini dolandırırdı. Günlərin bir günü 5 nəfər atlı onun evinə gəldi. Onlar Xələfin qonaqpərvərliyindən sui-istifadə eləyib, duz çörəyinin hörmətini saxlamadılar. Çörəyini yiyib onun namusuna, qeyrətinə tamah saldılar. Onlar Xələf İbni İsa'nın müqaviməti ilə üzləşdikdə düşmənçiliyə əl atıb onun ailə üzvlərini qılıncdan keçirdilər. Ev eşiyinə isə od vurdular, külünü göyə sovurdular. Ailəsindən heç kim sağ qalmadı. Yalnız bu qız çöllü biyabana üst tutdu. Atası Xələf İbni İsa'nın yarımcan cəsədini özü ilə apardı. Xələf ölümdən yaxa qurtardıqdan sonra intiqam hissi onu rahat bırakmırdı. O qan düşməninə çevrilib çöllərə üst tutdu. Namərdləri bir-bir tutub qılıncdan keçirdi. Nəhayət bugün o özü də həlak oldu. İndiyə qədər əskərlərdən yalnız 4 nəfərini qətlə yetirə bildi. Onların başçısından isə hələ də intiqam alınmayıb. Əgər mən sağ qalsam, arxayın olun ki, onu da cəhənnəmə göndərəcəyəm. Yaxşısı budur ki, işi tez qutarıb, hökmü icra eləyəsən. Bəsdir boş danışdınız. Bu laflar Əmir əl-Mömininin əskərlərinə hörmətsiz idi. Sən isə İbn Əqil, bu əməlinə görə möhkəm cəzalanacaqsan. Yaxşı, onda icazə ver bir sözlə deyim. Həmin sərkərdə Süleyman İbn Nəsir sənin qardaşın deyil.
Mən getməliyəm. Hara? Şəhərdən mümkün qədər tez çıxmalıyam. Çıxa bilməzsən. Niyə? Çıxaram. Özünü ələ al. Biraz sakit ol. Bir ad tapsaydım. Tapa bilməzsən. Sən mənə kömək eləyərsən? Yox. Sən bu evdən çölə çıxsan, dərhal canını alarlar. Cürət eləməzlər. Cemaat? Cemaat? Bəli, cemaat. Mənə nicat verənlər. Elə bilirsən səni ölümdən cemaat qutardı? Sən və cemaat. Səhv eləyirsən. Bir müddət bu şəhərdə qalsan, həqiqəti taparsan. Mən bu şəhərdə heç kimi tanımıram. Yerim yoxdur. Harda qalım? Elə burada. Bura sənin evindir? Yox. Sənin evindir? Bura heç birimizin evi deyil. Bəs kimin evidir? O kəsin evidir ki, hamımıza nicat verir. Həzrət-i Əmirin adına dualar oxuyan, Abbasi xanedanının sayəsində var dövlət sahibi olan və hazırda 4 evladı xəlifənin ordusunda xidmət eləyən Cəfər İbni Əmir Hələvi sizə hədiyyə gətirib. Ya əmir, icazə versəz, nökərlər qədəmlərinizi başqa bir vaxt öpərlər. Yox. Qoy indi sədaqətlərini bildirsinlər. Yoxsa elə gün batmazdan qabaq dövlətimizin sübutu şayəsini bütün aləmə car çəkərlər. 2 dəvədə qurban kəsib sizə hədiyyə gətirib. İbn-i Rəbi, inanmıram ki, ürəyimdən keçənləri duya bilərsən. Allah və əmir bilər. Fikirləşirəm ki, kaş bu tamahkar və riyakar rəiyyətlərimdən biri bu hədiyyələrin əvəzinə elə bir dərman gətirəydi ki, bu sağalmaz xəstəliyimə şəfa verəydi. Heç olmasa 5 ildə yaşaya biləydim. 5 il. Fəqət 5 il. Heç olmasa 1 il. Bilmirəm öz halıma gülüm ya ağlayım. İndi elə bir vəziyyətdəyəm ki, xəyalla yaşayıram və gözlərimi bunlara dikmişəm. Bu var dövləti necə göz yummaq olar? Yəqin bilirəm ki, əmir uzun illər salamat olacaq. Xilafətə də heç bir xətər yetişməyəcək. Yəqin bilirsən. Bəli, yəqin bilirəm. Mən də yəqin bilirəm ki, yalan deyirsən. Amma təsəlli tapıb ləzzət alıram bu sözlərindən. De. Xəlifə-i buzurgama! Böyük hükümdar, sözüm var. Zəhmət çekip bu kişiden soruşun görək ne istəyir bizden. Adı Bəkir İbni Mötəbiddir.
Sizin böyük vəliyyətiniz Məhəmməd Əminin yaxınlarındandır. Deyir, məktub gətirmişəm. Bu necə məktubdur ki, xəlifədən gizli, yalnız nökərlərə çatdırılmalıdır? İndi biz səni eşidirik. Sözünü de. Mənim sözüm yoxdur. İstəyirdim ağam Əmin tərəfindən beyyət və itayət əlaməti olaraq hüzurunuza yetişəm. Yalan danışır sərvərin. Elə indicə dedi ki, xəbər gətirmişəm. Deyirdi, məktub gətirmişəm. Demədin? Şəhərə nə vaxt gəlmişsən? Elə indicə hüzurunuza yetişmək üçün bir məqam axtarırdı. Bunun gəlişindən xəbərin vardı? Xeyr əmir, xəbərim yox idi. Niyə gizlicə gəlmişsən? Məsləhət deyildi ki, xəlifədən qabaq Əmirin oğlunun göndərdiyi qasidin gəlişindən kimsə xəbər tutsun. Çünki qorxurdum ki, bədxaxlar... Bəli, bilirəm. De görüm, nə xəbər gətirmişsən? Əmir sağ olsun, sizə itayət və ixlasımı bildirməkdən savayı ərzim yoxdur. Alçağım bir alçaq! Çıxın bayra! Çıxın bayra! İtilin! Danış xain! Hansı sərkərdələr Məminin məktubunu gətirmişsən? Vallahi heç kimə. Yəqin bilirəm onlara məktub gətirmişsən. De görüm, haradadır məktub? And içirəm, məndə məktub yox. And içirəm ki, yalan deyirsən. De görüm, nə məqsədlə gəlmişsən bura? Əmiri görmək istəyirdim. Düz deyirsən, bizi görmək istəyirdin. Amma diri yox. İstəyirdin mənim cəsədimi öz gözlərinlə görüb Məhəmmədin məktubunu sərkərdələrə yetirəsən. Bu onlardan xilafət üçün beyyət alasan. Düzdür? Sənin cəsədini görmək istəyən gözlər kör olsun. Bəsdir, yalancı, riyakar iblis. Yoxsa ağana sənin qanınla cavab məktubu yazdıraram. And olsun əmirə, məndə məktub yoxdur. İbn-i Rəbi, de bu qara köpəyi aparıb işini bitirsinlər. Aparın! Əmin, Əmin. Ay yaramaz oğul.
İbni Səhlin qızının. Kiminlə? Rəza İbni Zəhhakın oğlu ilə. Salam. Hey! Rəza! Rəza! Mənə dedilər, Fəzl İbni Səhlin qızı Rəca İbni Zəhhakin oğluna ərə gedir. Çox mal. Rəca mənəm. Amma bu toydan xəbərim yoxdur. Heç olmasa xəbərimsə də olmamalıdır. Yəni mən bilməməliyəm ki, icazəm olmadan kim mənim oğlum üçün toy eləyir? Mən Rəca, mən vermişəm bu icazəni. Bu da təzə qanundur. Bəli, Rəca İbni Zəhhakla Fəzl İbni Səhlin dostluğu bütün qanunlardan üstündür. Səbr elə, səbr elə. Bizim dostluğumuz öz yerində. Zəhhak ailəsinə ehtiram. Zəhhak ailəsinin hörməti Səhl nəslinin hörmətidir. Bəli, amma mənim dediyim odur ki... Sənin sözün mənim sözümdür, arzum sənin istəyindir. Elə deyil? Niyə, amma... Sən demirdin ki, biz iki bədəndə bir ruhu... Niyə, deyirdi? Bəs nə olur? Sənin oğlun mənim qızımı istəyib. Qızım da onu bəyənir. Arvadım Azərdoxt məsləhət gördü, mən də bilmədim neyiniyim. Səndəki xəlifənin dəstəsi ilə uzaq səfərə getmişdin. İnanmırdım ki, bu tezliklə qaydasan. Məcbur oldum, razılıq verdim. Yox, əgər pis iş görmüşəmsə sən de, toyu bircə anda saxlayım. Bu kızın anası öldü. Rəca İbni Zəhhak qərara gəldi ki, Allahın izniyle bacısının kəbinini mən oxusun. Bugün də mən istəyirəm ki, toy eləyim. Öz qızımı onun oğlunun evinə göndərim. İndi siz deyin, bundan da gözəl toy olar mı? Heç olmasa da görüm hansı oğlumun toyudur. Yanında dayanan oğlunun.
olmuşdu ki məni biyabır eləyəsən ay kişi. Qorxma. Fəzil İbn Səhlin zirəkliyi qoymaz ki, kimsə biyabır olsun. İllah'daki Rəca İbn Zəhhak Abrını tökdü. nəysə. Vallahi heç qoymadılar sənin gəlməyimi gözləyim. Tələsdilər. Oldu keçdi də. Sevinirsən. Onda gül, şərlən, söhbət elə. Yoxsa istəyirsən ki, bayaqki söhbət cəmaat arasında dilə dişə düşsün. Heç soruşmursan burada neynirəm? Gözləyirəm özün deyəsən. Elə bir xəbər gətirmişəm ki, marağına səbəb olacaq. Nə xəbər? Harun xəstədir. Ölümünə bir şey qalmayıb. Əminsən? İndi hardadır? Tuz tərəfə gedirdi. Eydad, bidad. Gərək məmunun yanında olan o Harunun ölüm xəbərini yalnız məndən eşitməlidir. Məyər mərifdə deyil? Yox, Səmərqənd yolundadır. Mən özümü tez ona çatdırmalıyam. Bilirsiniz ki faydasızdır. Çıxın. Bayıra. Siz qalın. Yaxşı qulaq asın. Hamınız bilirsiniz ki, iş işdən keçib. Tez ilə ayrılacağım sizlərdən. Əmir sağ olsun. Bəlkə... Sakit ol. Bu sözlərə ehtiyac yoxdur. Sən və başqa yaxınlarım yaxşı bilirsiniz ki, Bəni Abbas hakimiyyətinin qorunması üçün əlimdən gələn eləmişəm. Hər şeyi, xilafətimizin möhkəmlənməsi üçün nə qədər adam diz çöktürüldü, qanunlarımızın icra olunması üçün nə qədər qan axıdıldı. Əmin kimi qorxaq şəhvətpərəst xəlifə ola bilməz. Amma Məmun zirək və cəsurdur. Səbirli və uzaq görəndir. Əməl və görkəmi ilə mənə daha
Abbasi səltənəti üçün heç nəyini əsirgəməyəcək. Onu öz yerimə təyin eləyirəm. Böyük hükümdar axı. Sakit ol. Sözüm əli qurtarmayıb. Mən bu xilafət taxtını çox baha almışam. Ucuz əldən vermərəm. Uzun illərin xəlifəlik təcrübəsindən bilirəm ki, o vəzifənin öhdəsindən Abdullah gələ bilər. Bu istəyimi yerinə yetirin. Başqa heç nə istəmirəm. Siz Bəni Abbasdansız. Ərəb qeyrətini nümayiş etdirin. Əminə qarşı diqqətli olun. Bilirəm. Əgər mənim haqqımı itirmirsinizsə, indi mənə söz verin ki, mən buna da mənim kimi baxıb qulluğunda duracaqsınız. Arxayın olun ki, o Abbasilərin izzət və saadətini layiqincə qoruyacaq. Çəkilin. Söz verin. Söz verin. Söz verin. Söz veririk Sərvərim. Sizin sədaqətli olmanız mənə təsəlli verir. Sözünüzdən dönməyəcəksiniz ki. Sözünüzdən dönməyəcəksiniz ki. Yox. Arxayın olun. İndi məni tək buraxın. Fəzil, sən qal. Gecə qəribə yuxu gördüm. Gördüm ki, Musa İbni Cəfər orada oturub ağlayır və dua eləyir. Başa düşürsən nə deyirəm? Musa İbni Cəfər düz orada. Bu o deməkdir ki, dost düşmənin hamısı əmirdən nigarandır. Sənin sağlamlığın üçün əl qaldırıb dua eləyirlər. Hətta Musa İbni Cəfər. Hətta Musa İbni Cəfər. Əgər mən ölsəm, mən elə bu sarayda dəfn eləyərsiniz. Gedə bilərsin. Fəzil, əmir sənə nə dedi? Əgər lazım olsaydı özü sizə də deyərdi. Dostcasına soruşduq Fəzil. Düşmən kimi cavab vermədim ki. Fəzil, belə bir vaxtda biz gərək əlbir olaq. Mən də elə bu fikirdəyəm. Yaxşı, de görək əmir sənə nə dedi? Heç. Vəsiyyət elədi ki, onu bu sarayda dəfn eləyək. Elə bu? Bəli, elə bu.
çekilin. Söz verin. Söz verin. Söz verin. Söz veririk Sərvərim. Sizin sədaqətli olmağınız mənə təsəlli verir. Sözünüzdən dönməyəcəksiniz ki. Sözünüzdən dönməyəcəksiniz ki. Yox. Arxayın olun. İndi məni tək buraxın. Fəzil, sən qal. Gece qəribə yuxu gördüm. Gördüm ki, Musa İbni Cəfər orada oturub ağlayır və dua eləyir. Başa düşürsən nə deyirəm? Musa İbni Cəfər düz orada. Bu o deməkdir ki, dost düşmənin hamısı əmirdən nigarandır. Sənin sağlamlığın üçün əl qaldırıb dua eləyirlər. Hətta Musa İbni Cəfər. Hətta Musa İbni Cəfər. Əgər mən ölsəm, mən elə bu sarayda dəfn eləyərsiz. Gedə bilərsən. Fəzil, əmir sənə nə dedi? Əgər lazım olsaydı özü sizə də deyərdi. Dostcasına soruşduq Fəzil. Düşmən kimi cavab vermədim ki. Fəzl, belə bir vaxtda biz gərək əlbir olaq. Mən də elə bu fikirdəyəm. Yaxşı, de görək əmir sənə nə dedi? Heç. Vəsiyyət elədi ki, onu bu sarayda dəfn eləyək. Elə bu? Bəli, elə bu. Bəs İbn Rəbi hardadır? Neynir? Deyəsən bu söz söhbəti qutarmaq fikri yoxdur. Mən gördüm ki, zindana tərəf gedir. Zindana? Bilirəm kimin dalınca gedib. Bugün eşitdim ki, o alçaq casusu öldürməyib. Halbuki xəlifə onun boynunun vurulması əmrini vermişdi. Adı neydi? Bəkir ibn Möhtəmid. O hələ sağdır məyər? Bəli. O necə cürət eləyib? Əgər əmri sağ qalsaydı, bu ona baha başa gələrdi. Və yaxud əgər öldürsəydi,
İndi də əminin intiqamından yaxa qutara bilməyəcəkdi. İbn Rəbi gəldi. Lillah ve inna ileyhi raciun. Bir saat bundan qabaq Əmir Harun Ər-Rəşidin əcəli çatdı və dünyadan köçdü. Adil və təqvalı xəlifə 48 il şərəfli və mübarək ömür sürəndən sonra dünyadan köçüb bizim hamımızı öz matəminə qərq etdi. Bu müsibətdən Allaha pənah aparıb ondan kömək istəməliyik. Səncə Harunun əmin və məmun barəsində axırıncı vəsiyyətlərinə işarə eləyəcək? Məcburdur. O işarə eləməsə biz eləyərik. Yox, məsləhət deyil. Qalsın sonraya. O düz deyir. İndi hamının bildiyi odur ki, əmin xəlifədir. Məmunsa onun canişini. Xorasanın ordusu Qulqarabaşı isə məmunun ixtiyarındadır. Bu qədər kifayətdir. Əvvəlcə gərək mərhum xəlifənin cəsədini bu şəhərdə, bu sarayda torpağa tapşıraq ki, bundan sonra onun türbəsi Bəni Abbas sülaləsinin hörmət və ehtiramı naminə xəlifə, əmir və sultanların ziyarətgahına çevrilsin. İbn Quhtəbi, bugün cəmaat namazını sən qıl. Mən və əmirin ordu başçıları üçün elə bir iş çıxıb ki, namazı gözləyə bilmərik. Bəkir. İndi isə görək Əmir əl-Möminin, Məhəmməd əminin elçisi bizim üçün nə xəbər gətirib? Bu sizə çatacaq. Bu məktubda Əmir əl-Möminin Məhəmməd əmin tərəfindən siz sərkərdələrə və böyüklərə göndərilib. Ucadan oxuyun, hamı eşitsin. Əmir əl-Mömininin mənə yazdığı məktub xüsusidir. Amma sizin üçün göndərdiyi məktubun məzmunu
ümumidir və hamıya xitab olunur. Ucadan oxuyun ki, hamı eşitsin. Yox. Biz bu məktubu oxuya bilmərik. Məktubun məzmunu mərhum xəlifənin əmrinə ziddir. Mühakiməni başqalarının ötəsinə buraxın. Sən məktubu oxu. Mən sözümü dedim. Onda qoy mən oxuyum. Amma yadda saxlayın ki, təmkinli olmadınız və Əmir əl-Mömininin məktubunu oxumaqdan boyun qaçırdınız. Əksinə, biz mərhum xəlifənin hörmətini qoruduq və onun vəsiyyətlərinin əksini söyləməkdən çəkindik